Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Rusiya İrana belə gizli yardım edilmiş. General İran xalqına müraciət etdi. Hakimiyyət dağılmaq üzrədir. Zəngəzurla bağlı yeni razılaşma. Yenə Bakı qazandı. Tramp marşrutu üzrə Amerika Birləşmiş Ştatları və Ermənistan arasında əldə edilmiş razılaşmanın Ermənistanın təhlükəsizliyinə heç bir təsiri yoxdur. Telegraf xəbər verir ki, bunu Ermənistanın Müdafiə Nazirinin keçmiş müavini Artak Zakaryan deyib. O hesab edir ki, Tramp marşrutu Amerika Birləşmiş Ştatlarının iqtisadi maraqlarını əks etdirir. Vaşinqton bəyanatı heç bir hüquqi öhdəlik nəzərdə tutmur. Heç bir yerdə Amerika Birləşmiş Ştatlarının Ermənistanın təhlükəsizliyinin qarantı rolunu öz üzərinə götürdüyü deyilmir. Amerikalıların regionda eskalasiya cəhdlərinə qarşı çıxacağına dair bənd də yoxdur. Bəli, sülhlə bağlı bəzi müddalar var, amma bütün sənəd tərəflərin niyyəti ilə bağlıdır. Zakaryanın sözlərinə görə layihənin mahiyyəti ondan ibarətdir ki, Amerika Birləşmiş Ştatları şirkəti 3-cü operatordan istifadə edərək yüklərin Ermənistan ərazisindən tranzitini asanlaşdıracaq. O qeyd edib ki, gəlirin əsas hissəsi Sunikdə həyata keçirilən biznes layihələrindən, o cümlədən otellər, yanacaq doldurma məntəqələri, yol və dəmir yolu infrastrukturundan əldə ediləcək. Ermənistan mənfəətin yalnız 26%-ni alacaq, qalanı Amerika Birləşmiş Ştatlarına çatacaq. Zakaryan əlavə edib ki, nəticədə Türkiyə və Azərbaycan birbaşa quru əlaqəsi, yəni kommunikasiya imkanları qazanır. Ermənistan isə müqayisə edilə bilən nəqliyyat üstünlüyü əldə etmir. Müdafiə Nazirinin keçmiş müavini əlavə edib ki, sənəddə Ermənistan yüklərinin Azərbaycana və ya Azərbaycan ərazisi vasitəsilə üçüncü ölkələrə çatdırılması mexanizmləri ilə bağlı müddalar yoxdur. Ermənistan ərazisindən yük daşımaların nə qədər İrəvanın nəzarəti altında olacağı və bütün bu prosesin Ermənistan qanunlarına nə dərəcədə tabe olacağı ilə bağlı çox ciddi suallarım var. Rusiya etirazları yatırmaqda silah və müşahidə texnologiyaları verməklə İranı fəal şəkildə dəstəkləyir. Kreml öz maraqlarını qoruyaraq birbaşa hərbi müdaxilə əvəzinə gizli yardıma üstünlük verir. Axaras xəbər verir ki, bu barədə Foreign Police məlumat yayıb. Nəşrin məlumatına görə Rusiya İrana qoşun yeritmir, lakin rejimin reqressiv mexanizmlərini gücləndirməsinə fəal şəkildə kömək edir. Moskva qarşı tərəfi avtomat silahları, snayper tüfəngləri, zirehli maşınlar, helikopterlər, eləcə də internetə nəzarət və etirazlara qarşı mübarizə üçün texnologiya ilə təmin edir. Rusiya həmçinin BMT Təhlükəsizlik Şurasındakı daimi üzvlüyündən istifadə edərək İrana qarşı sanksiyaların qarşısını almaq və ya yumşaltmaq üçün rejimi diplomatik şəkildə dəstəkləməyə çalışır. Eyni zamanda bildirilir ki, Moskvanın birbaşa hərbi müdaxiləsi ehtimalı azdır. Gücünüzün tükəndiyini hiss etdiyiniz anda bir addımda irəli atın. Çünki tarix göstərir ki, hakimiyyətlər çox vaxt dağılmaq üzrə olanda çox güclüymiş kimi görünürlər. Bunu Amerika Birləşmiş Ştatları prezidentinin keçmiş milli təhlükəsizlik üzrə müşaviri General Michael Flynn İran xalqına müraciətində deyib. General Amerika Birləşmiş Ştatlarının qurucularından və müstəqillik müharibəsində qələbədə mühüm rol oynamış ilk ABŞ prezidenti George Washingtonun təcrübəsinə istinad edərək bildirib. George Washington bu həqiqəti qələbə anında deyil, Amerika tarixinin ən qaranlıq dövrlərində qüvvələrinin tükəndiyi və iradələrinin ciddi sınağa çəkildiyi vaxtda dərk etdi. O bilirdi ki, düşməni də zəifləyib. Güc balansı insanlara heç bir ümidin qalmadığı deyildiyi, amma təslim olmaqdan imtina etdikləri anda dəyişə bilər.